Soyuq əllər isti ürək yarmarkasında yoxladığım stendləri sizlərlə bölüşürəm. Başlayaq şokolatiyer stendindən. Buranın məşhur məhsulu olan çiyələkli maqnoliyanın dadını yoxladıq. Hər il dadına baxırıq. Bu il də dadı əla idi. Öncədən deyim ki, qiymətlərin hər birini videonun aşağı hissəsində qeyd edəcəm. Növbəti illərdən fərqli olaraq bu il özlərinə məxsus yeni bir məhsulda satışa çıxarıblar. Onun adı Bilmiyodu. Maraqlı məhsulda keksin üzərinə nutellanı istədiyiniz qədər əlavə etdirmək mümkündür. Mən az əlavə olunmağının tərəfdarıyam ki, dadı çox dəyişməsin. Növbəti stendimiz çubuq oldu. Sadəcə 4 manata yanında müxtəlif soslarla birlikdə təqdim olunur. Bu kartof çubuqlarının dadını qardaşım dəhşət çox bəyənir. Adam yedikcə lap yemək istəyir. 2-3 nəfər rahatlıqla dadına baxa bilər. Düşünürəm ki, yarmarkanın ən uyğun qiymətli məhsullarından biridir. Soyuq əllərin gözü bəbəyi Corondoksu da yoxlamasaq olmazdı. Deməli bu il qara növünü də çıxarıblar. Biz dadını çox bəyəndik. Həm ağ, həm də qara Corondokun pendirli və sosisli növləri var. Ağ növünü sadəcə pendirli, qara növünü isə pendirli və sosisli götürdük. Hətta qara versiyada üzərinə soslarla yanaşı cipsi də vurulur, çox ləzzətli alınır. Növbəti postlar hansı stendlərdən olsun, rəydə qeyd eləyə bilərsiniz.